Müminin imanı kamilləşməz, gərək bu işdən xasiyyət olsun ondan. Sünnətun min Rəbbi. Bir dənə xasiyyət Allahından olsun. Yaxşı. Və sünnətun min nəbiyyi. Bir dənəsi də Peyğəmbərdən olsun və sünnətun min vəliyyi. Bir dənə də xasiyyəti imamdan olsun. Yaxşı. Nələr də olar? Deyir və əmməs sünnə min Rəbbi fəkitmanı sirri. Allahdan olan o belə deyək də xasiyyətdə, biz o sadə dildə deyək xasiyyət. Allahdan buna keçən xasiyyət kitmanı sirridir. Yaxşı, eybləri, sirriləri üstün örtmək, açmamaq. Allah səttarəliyubdur, o da gərək elə olsun. Ondan sonra və əmməs sünnə min nəbiyyi fəmidaratun nas. Peyğəmbərdən nə xasiyyət olsun bundan? Cəmaatından keçinmək, mudaratun nas. Cəmaatından keçinmək, cəmaatı yola vermək. Əleyhissalam deyir, ən zirəng insan ehtimalul cühhaldır. Cahillərin hərəkətinə dözməkdir, cahillərin hərəkətinə səbr eləməkdir. Yaxşı, bu da Peyğəmbərdən olsun. Və əmmə sünnəti min vəliyyi, amma imamdan olan xasiyyət fəssəbru fil bəsai və zərra. Biri qəm-qüssəli zamanda, bir də maddi çətinliklər zamanında. Yəni, həm maddi çətinliklər zamanında, həm də məsələn o psixoloji çətinliklər zamanında nə eləməlidir? Səbr eləməlidir. Bəs bu üç dənə də xislət kimdə olsa, onun da imanlı olar, kamil olar.